Hər vaxtınız xeyir dostlar, xoş gördünüz kanalımda. Bu günləri Türkiyə Kubokunda Galatasaray İstanbulspor oyundayıq. Oyun başlayıb, artıq başlayıb oyun. Galatasaray bu günləri İstanbulsporla oyuna rotasyonlu heyətlə çıxıb. Tam demək olar rotasyonludur. Yeni oyunculardan Asprilla 11-dədir, Icardi 11-dədir. Osimhen ümumiyyətcə heyətdə yoxdur. Qələbə qazanan inşallah Galatasaray 6 xalı var qrupda, Kubokda. Bu günlərdə qələbə qazansa 9 xal. Bir xal da bəs idi məncə çıxmağa. Bu oyunu da Galatasaray mən elə düşünürəm ki qazanacaq. Rotasyonlu heyət də olsa qazanacaq. Oyun pis getdiyi halda əsas oyuncularından salacaq oyuna, qələbə qazanacağı düşünürəm. Stadiondakı Rams Parkdakı boşdur. Tərəfdarlar yoxdular. Boş stadionda demək olar ki oynanır oyun. Maraqlı bir oyun olar. Rəqibi də bilirsiniz ki yaxşı transferlər eləyib. Daha da maraqlı olacaq Süper Lig. Hələ ki Kubokdayıq, Galatasaray atağı və vurdu gol. Icardi 1-0 oyunun ən golcu oyuncusu. 5-ci dəqiqə Galatasaray 1, İstanbulspor 0. Galatasaray tarixinin ən golcu oyuncusu Mauro Emanuel Icardi və Hacını keçdi. 72 qolları vardı, ikisi də Hacını çatmışdı Hacıya. Bu günləri qolu attı və Hacını keçdi. Galatasarayın ən yabancı golcu oyuncusu Mauro Icardi. 1-0. Və dostlar, kanalıma abunə olun, videolarımı bəyənin, yorumlarınızı yazın, bildirimləri açın ki paylaşdığım videolar gələndə videolarımı izləyəsiniz, bəyənəsiniz, yorumlarınızı yazasınız. Və oyun başlayıb artıq 1-0. Galatasaray 1. Icardi ilə ən yaxşı Icardi'nin xoşladığım şeylərdən biri harda qalmalı olduğunu bilir. Topu harda qəbul eləmək olduğunu, topu hardan çıxmalı olduğunu bilir və zərbəsi də ki tək vuruşda məncə ən yaxşılardandır. Yəni dünyada ən yaxşılardandır tək vuruşda. Arada olur tək vuruşları düz getmir, dəqiq olmur, amma ən yaxşılardan biridir tək vuruşda və oyunu necə deyim, oyunu analiz edib top gələndə harda durmaq lazım ki, harda topu qəbul eləmək lazımdır, harda qalsa top ona gələcək. Onları çox yaxşı bilir Mauro Icardi. İnşallah da Mauro Icardi qalacaq Galatasarayda gələn sezonda, çünki qalmalıdır. Məncə öz formuna da qayıdacaq. Lap əvvəlki formuna da olmasa, əsas odur ki, oynayıb yerin bilir, qollarını yenə də atmağa davam eləyəcək. Davam eləyək. Vulled Icardi. Yo, Torreira 2-0. Yenə vurdu uzaqdan atom karınca. Qapıçının cəza sahasının çölündən vurdu Torreira. Oldu 2-0 oyunun 24-cü dəqiqəsində. Lucas Torreira 2-0. Galatasaray yaxşı oynayır. İstanbulsporun bilinir ki gücü yoxdur da, bəlli məsələdir ki İstanbulspor Türkiyə 2-ci liqasında oynayır. Yəni Galatasarayla ikinci rotasyonlu heyəti də olsa Galatasarayın, yəni oynamaya gücü yoxdur. Galatasaray qapısı qarşısına gələ bilmir. Lucas Torreira qəşəng sinəsi ilə saxladı. Çox qəşəng vurdu və top qəşəng fırlandı, girdi qapıya. Oldu 2-0. İlk hissənin 25-ci dəqiqəsidir artıq. Mauro Icardi'nin və Lucas Torreira'nın qolları ilə Galatasaray 2-0 öndədir. Allah. Səhv. Səhv. Hələ bura baxın, səhvə baxın. Müdafiənin səhvinə bax, Gökdəniz Gürpüz 2-1. Bir dəqiqə keçmədən İstanbulspor 2-1 elədi. Bu da müdafiənin səhvi bax. Bravo. 2 müdafiənin səhvi. Lemina ilə Gökdəniz Gürpüzün səhvi. 2-0. Gənc oyuncular da təcrübə qazanmalılar. Amma müdafiədə belə səhv eləmə olmaz. Uzaqlaşdır. Pas verirsən biraz sürətli
beləncə səhvlər eləyəndə həyata düşmək də çətin olur. Bunlar gənc oyunçular üçün fürsətdir. Özlərini göstərmək üçün ki, həyata düşsünlər deyə. Belə səhvlər eləyəndə həyata düşmək də çətin olur. Vur! Gol! Bu nə qolu da? Ay! Nə qoludur bu? 3 dənə qol vurulub Şeyin qapısına, İstanbul Spor'un qapısına. Üçü də yəni bir-birinə qəşəng qollardır. 3-1. Ahmet Kutucu bir gol, bir asist. Deməli İstanbul Spor'un qapısına 4 dənə zərbə olub. 4 dənə zərbənin 3-ü qoldur. 3 dənə dəqiq zərbədə qol olub. Biri dirəkdən dönüb, Ahmet Kutucu qəşəng vurdu. Ahmet Kutucu ilə Torreira'nın qolu daha qəşəngdir. Qəşəng vurdu. 3-1 oyunun 33-cü dəqiqəsi Kubokda, Türkiyə Kubokunda Galatasaray 3, İstanbul Spor 0. Mən deyim İstanbul Spor 2-ci liqada da olsa biraz yəni oynayar da, biraz şey görsədər, çətinlik yaradar Galatasaray, amma 33 dəqiqədir. Birindən vurduğu bir golda Gürpüzlə Lemina'nın səhvi idi, ona vurdular. Bir dənə qollarını. Dostlar, ilk hissə bitdi. İlk hissə Galatasaray 3-1 irəlidədir. İstanbul Spor qarşısında rahat oyun oynayır. Belə çətin bir oyun yoxdur. Belə necə deyim, əzilər olacağı bir oyun yoxdur. Yəni yorulacağı bir oyun yoxdur. Rahat 3-1 öndədir, irəlidədir. Bir dənə də qol müdafiənin səhvindən oldu. Galatasarayda kim yəni pis oynayır deyəsən, məncə Gökdəniz Gürpüz pis oynayır, səhvlər eləyir. Təcrübəsizdir, gəncdir, səhvləri çoxdur, düzələr. 3 dənə qol vuruldu, 3 də bir-birindən yaxşı qollar idi. Ümumiyyətlə Galatasaray yaxşı oynadı, Samsun Sporun da gücü yoxdur. 2-ci liqada oynayır, gücü yoxdur. Yəni rotasyonda heyət də olsa Galatasarayda gücü çatmır. Amma kapitanları qara oyunçu yaxşı oynayır, qol vuran oyunçu yaxşı oyunçudur. Mamadudur, nədir o? Birinci hissə qutardı dostlar, ilk hissə bitdi, ikinci hissədə görüşərik. Dostlar, ikinci hissə başladı, başlamaz Icardi'nin uzun pası ilə Ahmet Kutucu ilə Samsun Spor'un qapıçısı çıxdı. İkisi də toqquşdu. Çox belə pis vəziyyət yarandı. Ahmet Kutucu'nun desən başı dəydi yerə. Çox pis dəydi. Ahmet Kutucu vəbşim çox pis. Desən ürəyi zadı getdi Ahmet Kutucu'nun. İnşallah bir şeyləri yoxdur. Hər şey qaydasındadır inşallah. Çox pis bir-birlərinə çarpışdılar. İkisində inşallah şeyləri yoxdur. Ahmet Kutucu günləri yaxşı oynadı. Desən gözdəydi Ahmet Kutucuya. Dostlar, Singo girir oyna. 100 gündür, 120 gündür. Neçə gün sonra Singo Galatasaray'da oynayacaq, oyuna girir zədədən sonra. Və onu dedim ki, Ahmet Kutucu ilə İstanbul Spor'un kalecisinin çarpışmasından sonra ikisi də zədələndi, ikisi də yaralandı, sakatlıq keçirdi. İstanbul Spor'un qapısı desən elmacıq sümüyü sınıb. Apardılar onu xəstəxanaya. Ahmet Kutucu da ki başından zərbə aldığı üçün çıxartdılar, oyundan çıxdı. Yerinə Jakobs girdi. İstanbul Spor'un da ikinci qapıçısı girdi. Amma oyun ortada gedir. Birinci hissədəki oyun kimi oynamır Galatasaray. Baskı ilə oynamır. Preslə oynamır. Yenə də topla çox oynayır, amma birinci hissədəki kimi oyun yoxdur. Elə 3-1'dir oyun. Icardi'nin də bir-iki dənə şansı oldu. İstifadə edə bilmədi. Görəndə Singo
Görən indi Singo necə oynayacaq? İnşallah zədələnməz. Oyunun son 15 dəqiqəsi. Və dostlar, oyun bitdi. Galatasaray 3-1 çox rahat qazandı. İstanbulsporun gücü çatmadı Galatasarayla oynamağa. İkinci hissənin əvvəlində Samsunsporun qapıçısı ilə Ahmet Kutusunun toqquşmasından sonra elə bir oyun biraz daha da düşdü. Oyun əslində sürətli başlamışdı, amma o toqquşmadan sonra oyunla başladı. Ortada getdi. Qapıya zərbələr olmadı. Son dəqiqələrdə gənc oyunçularla Galatasaray biraz qapıya zərbələr indirdi. Rahat qazandı 3-1. 3-1-dən olandan sonra da rahat oynadı. Paslarla rahat çıxdılar, rahat gəldilər, amma qapıya zərbələr olmadı. Təhlükəli vəziyyətlər yaranmadı. Aspirala qəşəng oyun, yaxşı oyunçudur Aspirala, həqiqətən. Sözcü İstanbulspor zəif komandadır. Zəif komandaya qarşı yaxşı oynadı, yaxşı paslar verdi, istəkli idi, qol vurmaq istəyirdi, amma alınmadı. Baxaq ligdə, Çempionlar Liqasında oynasa Juventusdan görə necə oyun göstərəcək. Videomuzu burada bitirək dostlar. Galatasaray rahat qələbə qazandı, 6 xal elədi. Son bir oyunu qalıbdı. Bitirək burada tepki videomuzu. Kanalıma abunə olun, videolarımı bəyənin. Yorumlarınızı yazın, bildirimləri açın, paylaşdığım videoları görəsiniz. Sağ olun dostlar, başqa videolarda görüşərik.